Məsəl üçün qiymətlər bahalaşa bilər, anidən biz eşidə bilərik və yaxud yeni qanunlar çıxa bilər, viza ilə əlaqədar və yaxud daimi qalmaq üçün hansı ölkədə və enerji ilə əlaqədar və yaxud tutaqım ki, hansısa bir şirkətdə işlədiyimiz yerdə yeni qanun və yaxud yeni müdir gələ bilər. Bunlar ola bilər, bunlar normal hallardır. Amma biz nələrsə cəhd etməliyik. Oturaq, gözləyək, kimsə gətirəcək, kimsə verəcək. Elə adam var ki, Allah filan kəsə yetirsin, bizə də versin. Bu absurddur, inançdır, gülməli və absurd bir düşüncədir. Hə, filan kəsə yetirsin, mənə də versin. Niyə? Gəlir sənin özünə yetirsin, əlvə ayağı güc versin, başqa ağıl versin. İşdə qazan özünün olsun. Kiminsə qismətindən göz dikmək olmaz və yaxud kiminsə qismətindən bir pay gözləmək olmaz. İstəyir övlad olsun, istəyir valideyn, istəyir kim olur olsun. Ona görə mən hər birinizə ilk öncə can sağlığı və öz ruzunuz, öz riskiniz öz qapınıza gəlsin. İşləməsəydi işləmək olmaz. İşləməyən də işləməz. Yəni, onu biz bilirik. Atalar da boşuna deməyib.